Burada problem yoxdur. Burada açıqlama ala bilərik. Açıqlanma varsa Bir dəqiqədə xahiş edirəm. kameranı bir dəqiqə saxla, bir dəqiqə saxla. Gəlsə Qaynar xəttimizə daxil olan müraciətdə vətəndaş iddia eləyir ki, bu klinikada özünü plastik cərrah kimi təqdim eləyən Nihad Aslanov adlı həkim çalışır. Amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur. Təxminən 2 ay əvvəl analitik ekspertiza mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur. Amma son vaxtlar həmin şəxs yenidən Mayomed klinikasında pasiyent qəbul eləyir. Həqiqəti aşkara çıxartmaq üçün əvvəlcə əməkdaşlarımızdan biri ilə həkimin qəbuluna yazıldıq. Bizə vaxt təyin etdi. Qeyd olunan saatda qəbulunda olduq. Görünən odur ki, həkimin işinə xitam verilməsi qərarı sadəcə gözdən pərdə asmaq üçündür. Həkim yeni sosial media hesabı açaraq klinikada pasiyent qəbul etməyə davam eləyir. Bu dəfə isə klinikaya pasiyent kimi yox, Baku TV-nin əməkdaşı kimi daxil olduq. Məlumat verin ki, Baku TV-nin əməkdaşları gəlib. Rəhbərliyə məlumat verilən kimi bizi qarşılayan və özünü təqdim etmədən otağına dəvət eləyən əməkdaş şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını dedi. Nihad bəy Neft və Sənaye Universitetini bitirib, tibbi təhsili yoxdur. Nihad bəy 4-5 ay bundan qabaq bizdən işdən aralanıbdır. Aha. Nihad bəy adlı bizim bu dəqiqə işçimiz yoxdur. Yoxdur hazırda Nihad Aslan. Bizdə bir adam yoxdur bacım. Axı biz az öncə onun qəbulundaydıq. Kimin qəbulu? Nihad Aslanovun. Nədir Nihad Aslan? Yuxarıda 4-cü mərtəbə 403-cü otaq. Mən öyrənib sizə deyərəm. Görüntülər var, istəyirsiniz sizə göstərim. Buyurun, təbii ki. Baxın, zəhmət olmasın. Bu Nihad bəydir, pasiyent də bizim əməkdaşımızdır. Prosedur icra edirdi. Və mən danışıb gəlmişəm, adam xəstə qəbul eləyir. Bir dəqiqə mən bunu aydınlaşdıram görüm kimdir bu. Həkim olmayan bir şəxs necə xəstə qəbul eləyə bilər? İnsan sağlamlığı hər şeydən önəmlidir. İnsan sağlamlığını riskə atırsınız. Məsələni aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinə sorğu yolladıq. Qurumdansa cavab belə oldu. Plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin arasında Nihad Aslanovun adı yoxdur. 2023-cü ildə Mayomed klinikası üzrə planlı yoxlama keçirilib və klinika inzibati məsuliyyətə cəlb edilib. Həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həkimin fəaliyyətindən bağlı Səhiyyə Nazirliyi yanında analitik ekspertiza mərkəzinə hər hansı məlumat daxil olmayıb. Amma apardığımız müşahidələr bunun əksini deyir. Nihad Aslanov bu klinikada öz işini gizli yolla davam etdirir. Rəhbərlik isə özünü hər şeydən xəbərsiz göstərir.